Bu gördüğünüz yolla irəliləyirdik. Bir gün demək olar ki, biz bu tərəfdən qalxdıq bu yola. Bizim planımız Xankəndiyə giriş idi. Xankəndi uğruna gedən döyüşlərdə iştirak etmək idi. Xankəndi tərəfə irəlilədik. Qarşıda puskuya düşdük. Və oradan geri qayıtdıq. Puskunu dəf edəndən sonra getmədik ki, axşam vaxtı başqa bir puskuya da düşə bilərdik. Çünki göz görmə məsafəsi düşmüşdü. Hava da soyuq idi. Çiskin yağış yağırdı, dumanlı idi. Təzədən dala qayıtdıq, gəldik. Bu gördüyümüz işıq stansiyasında bir gün ayaq üstə yatmışıq. Mən demək olar ki, bax buradaydım. Burada durmuşdum. İndiyə qədər yadımda var, belə burada döyüş yoldaşlarım da burada, hamımız belə siqareti belə yandıranda əlimizin içində yandırırdıq ki, belə əlimizin birdən işığı satar, şey olar, atarlar. Səhər idi, o yarım tikildən çıxandan sonra minamoyotdan atmağa başladılar. Həm də silahımızı təmizləmək lazım idi. Biz daxil olduq bu balaca meşə zolağına, orada silahımızı təmizləməyə. Elçinlə böyük-böyük oturduq. Allah ruhunu şad eləsin. Burada silah təmizlədik. Və buradan da ki, sonra komanda gəldi. Hər birimiz düz şəkildə ara məsafəsi saxlayaraq hərəkət etməyə başladıq. Zəncirvari yürüyüş. Yuxarıdan aşağıya doğru zəncirvari yürüyüşlə ara məsafəsi saxlayaraq düşürdük. Üzü Xankəndi istiqamətinə. Burada gördüyümüz restoran var. Burada restoranın kamerası var idi. Döyüş yoldaşımız gəldi, kameranı vurdu ki, bizi görüntümüzü kameradan birdən izləyərlər ki, buradan keçirik. O vaxtı döyüş tapşırığında birinci kamera gördünüz, kameranı vurmalısan. Birinci yuxarıdan vurmağa başladı. Sonra aşağı bax, burada zavod kimi yer var. Aynı o zavod kimi yerdə göstərəcəm. Oradan da üstümüzü atmağa başladılar. Minamoyotdan atmağa başladılar. Minamoyotun qəlpəsi yağış kimi yağırdı. O gördüyümüz zavod idi. Bax, mən həmişə danışıqlarda, mən çəkilişlərdə həmişə oranı deyirdim. Bu zavodun yanından. Bu zavoddan atmağa başladı. Hə də aşağısından atmağa bizə başladılar. Xankəndi Şuşa yolunun üzərində yerləşən təpələrin birindəyik. Döyüşlərin qızğın getdiyi nöqtələrdən biridir bura. Amin Musayev də elə bu istiqamətdə yaralanıb. Yerimi dəyişəndə güllə yarası aldım. O hissədən dəydi, buradan məni qabağa tulladı. Güllə məni və döyüş yoldaşıma dedim ki, qışqırdım bir anlıq. Döyüş yoldaşıma dedim ki, mənim yaramı bağla da. O da əlini belə elədi ki, mən dedi, əlimi qabağa gətirə bilmirəm. Kürəyini göstərdi ki, kürəyi dolu qəlpə idi. Gözünü dedim, bu gözüm görmür, əllə belədir. Dedim, mən də baxalım, gözüm burasından qəlpə girmişdi, qan axırdı. Mən dedim, heç nə yoxdur. Buran sızılıbdır, yəqin görəcəksən, narahat olma. Və axırıncı da dedim ki, mənim atışma gedir. Döyüş yoldaşıma dedim ki, bu siqareti yandır mənə, mən gedirəm. Elə bildim, ölürəm də. Siqareti yandırdı, 200 su almışdım, özümdən getdim. Ayıldım ki, yanımda şəhid var. Başımı onun üstə qoydum təzədən. Yatdım. 3 gün demək olar ki, burada açıq ərazidə qalmışam. 3 gün ərzində başımı şəhidin üstə qoyub yatmışam. Hər gündə oyananda susuzluq məni çox şey edirdi. Otu qapardırdım, bu sərrəş şəkli olur. Dodağıma sürtürdüm ki, suyu onunla suyu onunla keçirdim, susuzluğumu. 3-cü gün idi, ikinci gün idi, yaralandığımın erməni əsgərlərinin səsini eşitdim.
silahımı, mənim silahım şey deyəndə, rekaçlayıb düşmüşdü. Bu harasa buralarda düşmüşdü. Əlimdən düşmüşdü, mənim qabağa tullamışdı. Mən şəhidin silahını şey elədim, yanında silah var. Sağa zarjət elədim, belə tutdum ki, dedim, indi gəlib mənə də atacaq. Atanda birini də mən ona vuraram, özümlə bərabər apararam. Mən tərəfə gəlmədilər. Danışa ata hərrənirdilər. Mən tərəfə gəlmədilər. 3-cü gün idi, halım dəhşətli dərəcədə pis idi. Nə qədər istədim ki, aşağıya düşə bilim, sonra heç olmasa gedə bilim, heç bir alındıra bilmirdim. Bir də gördüm, oradan, o tərəfdən kimsə gəlir. Gəlir, şey elədi. Məni gördü ki, kolun dibindən istədi ki, kol sökəyim. Mən istədim ki, onlar məni gördü. Mən silahımı zarjat elədim. Təzədən bunlar tərəfə atmaq istədim, silahım atılmadı. Atmaqdan məqsəd mən onları onsuz nişan alıb dəqiqliyinə vura bilməzdim o variantda. Sadəcə atəş